Bismillah, elhamdülillah, ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Allah hamd olsun, onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellem Allah'ın salamı olsun, salavatı olsun. Onun yolunu düzgün şekilde tutub gedənlərə Allah'ın salamı olsun. İlk öncə qardaşları salamlayıram. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Və ev əhli üçün dua edirəm. Allah subhanahu taala qardaşımızın malına, əhlinə, süfrəsinə bol bərəkət versin. Və elhamdülillah bu böyük bir, xeyirli bir əməldir. Dəvətə yardımdır. Kimisi elmi ilə, kimisi evin, süfrəsin açmaqla, kimisi malı ilə, mülkü ilə. Elhamdülillah bunlar hamısı səbəbdir dəvətin yayılmasına. Və bilmək lazımdır ki, Allah Subhanahu taalanın bizim üzərimizdə olan nemətləri çoxdur. Allah Taala Quran-Kərimdə buyurur ki, "Ələm nec'allehu aynayn və lisanan və şəfətayn." Biz insana iki dodaq vermədiyimi və ona bir dil vermədiyimi Allah Taala deyir. Və bilmək lazımdır ki, Allah Subhanahu taala bu dilin səbəbilə səni uzalda bilər. Sən bu dilin səbəbi ilə uzala bilərsən, uza mərtəbələrə. Həm dünyada Allah Subhanahu taala səni böyük dərəcələrə qaldırar dilin səbəbi ilə. Həmçinin də qiyamət günü cənnətdə bu dilin səbəbi ilə böyük mərtəbələrə qalxa bilərsən. Zikirlə, Quran oxumaqla, ibadətlərlə və həmçinin insanları dəvətləməklə, insanları yaxşılığa çağırmaqla və pislikdən çəkindirməklə. Və dəvətləyəndə bilməlisən ki, insanlar sənə qarşı gələcək. Və nə qədər ki, Muhammed sallallahu aleyhi ve sellem salih idi, Peyğəmbərlik verməmişdən qabaq, Muhammed sallallahu aleyhi ve sellem salih idi. O salihliyinə görə hamı onu sevirdi, Muhammed sallallahu aleyhi ve sellemi. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem yolda qalana kömək eləyirdi, yardım eləyirdi, əmanətləri qoruyurdu. Ona görə Allah Resulünün atlarından biri də əmin idi. Muhammed sallallahu aleyhi ve sellem aca kömək eləyirdi, qarnını doydururdu. Amma Muhammed sallallahu aleyhi ve sellemə Peyğəmbərlik veriləndən sonra "Ya eyyuhel muddəththir qum fəənzir" ayəsi gələndən sonra, "Ey Muhammed, qalx, təbliğ elə, insanlara çatdır" ayəsi gələndən sonra Muhammed sallallahu aleyhi ve sellem salihliklə bərabər həm də muslih oldu. İnsanları salihliyə çağırdı Muhammed sallallahu aleyhi ve sellem. O zaman başladılar Muhammed sallallahu aleyhi ve sellemə qarşı gəlməyə. Yəni, əgər sən özlüyündə salih olacaqsansa, insanlar səni sevəcək. Yəni, sən insanların işinə yarayırsan, onlara borc verirsən, borcu vaxtını uzadırsan, yolda qalana kömək edirsən, insanlar səni sevəcək. Amma sən dəvətçi olsun, muslih olsun, o zaman ola bilər ki, insanlar səni sevməsin. Ən yaxınları Muhammed sallallahu aleyhi ve sellemə ən birinci qarşı çıxdı. Əmisi Əbu Ləhəb Muhammed sallallahu aleyhi ve sellemə qarşı çıxdı. O zaman ki, Muhammed sallallahu aleyhi ve sellem yığdı, öz qohumun, əqrəbəsin, Qureyşi yığdı. Dedi, əgər mən üstə desəm ki, o dağın arxasında bir ordu gəlib, indi gəlib üstə hücum eləyəcəklər və əzəcəklər sizi, mənə inanarsınız. Dedilər ki, bəli, sən əminsən, sən bizim doğru danışanımızsan. Muhammed sallallahu aleyhi ve sellem dedi ki, eləsə mənə inanırsınız, onda bilin ki, Allah təkdir. Ondan başqa ibadətə haqqı olan heç bir məbud yoxdur. Ən birinci əmsi Əbu Ləhəb qalxdı. Dedi, bizi bundan ötürü yığmısan bura. Vay olsun sən halva. Və insanları da oradan qovdu. Ən birinci əmsi. Ona görə əgər muslih olacaqsansa, insanları haqqa çağıracaqsansa, səni sevən az olacaq. Düzgün olacaqsansa, səni sevənin az olacaq. Haqqı deyəcəksənsə, sevənin az olacaq. Ona görə bu dil əgər Allah üçün, Allah yolunda, insanları haqqa çağırmaq yolunda istifadə olunacaqsa, o səni xilas eləyəcək. Yox, əgər Allah qorusun, bu dili şərrə yönəldəcəksənsə, qeybətə, nəmmamlığa, yalana, böhdana, insanların arasını vurmağa yönəldəcəksənsə, o zaman Allah Teala səni həm bu dünyada, insanlar səni sevməyəcək, həm də ahirətdə Allah Teala səni alçaldacaq. Vaxtına Muhammed sallallahu aleyhi ve sellem Muaz radiyallahu anh'a nə dedi? Dedi ki, ona haqqın, xeyrin yollarını göstərdi Muhammed sallallahu aleyhi ve sellem və dedi ki, sonunda ey Muaz, bilirsən bu şeylərin hamısına necə çatmaq olar? Muaz radiyallahu anh dedi ki, nə ilə ya Resulullah? Muhammed sallallahu aleyhi ve sellem dedi ki, dilin göstərdi ki, bunu tut, bunu saxla, bunu qoru. Muaz radiyallahu anh dedi ki, ya Resulullah, məyər insanlar danışdığı şeylərə görə soru-sual olunacaqlar? Muhammed sallallahu aleyhi ve sellem dedi ki, ey Muaz, anons itirsin. Ərəblərdə adətdir, təəccüblü şey olanda o ifadəni deyirdilər. Məyər insanların cəhənnəmə dizi üstsə, üzü üstsə, sürünərək atılmaqlarına səbəb dilləri ilə danışdıqları deyil.
Deməli, danışdığımız hər kəlməyə görə Allah Subhanahu taalaya cavab verəcək. Allah Teala Quran-ı Kərimdə buyurur ki, onların danışdığı hər bir şey qiyamət günü onların qarşısına qoyulacaq. Və vudi'al kitab. Allah Teala deyir Kəhf surəsində: "Fətarəl mujrimina müşfiqina mimma fihi və yaqulun: Ya veyletena ma li hadzal kitab la yughadiru saghiratan və la kabiratan illa ahsaha." Allah Teala deyir ki, Quran-ı Kərimdə qiyamət günü sən günahkarları görəcəksən, onların qarşısına kitab gələcək və onlar deyəcək ki, bu necə bir kitabdır? Necə bir kitabdır? Hər şeyi yazıb hesablayıb. Heç bir balaca, bir böyük, heç nə qoyub qalmayıb. Ona görə ağızdan çıxan hər bir kəlmə yayılır, yazılır. Ya sağa yazılır, ya sol tərəfə yazılır. Əgər xeyir danışacaqsansa, sağa yazılacaq. Yox, əgər şər danışacaqsansa, sol tərəfə yazılır. Ona görə alimlər deyirlər ki, söz üçdür. Ya xeyirdir, ya şərdir, ya da mübah olan sözlərdir. Və bəzi alimlər deyirlər ki, 2 dənədir, heç üçüncüsü yoxdur. Danışdığın şeylər ya xeyirdir, ya da şərdir. Ona görə danışanda diqqətli olacaqsan. Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, insanların çoxunun oda düşməsinə səbəb dilləri ilə danışdığı şeylərə görədir. Və həmçinin Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, kim Allah'a və axirət gününə iman gətirirsə, ya xeyir danışsın, ya sussun. Bax ki, bu kəlmə Allah'a və axirət gününə iman gətirmək məsələsi böyük məsələ olduğu üçün Muhammed sallallahu aleyhi ve sellem böyük məsələlərdən danışanda deyirdi bunu. Deməli, Allah'a və axirət gününə iman gətirirsənsə, ya xeyir danış, ya da sus. Özdə bu hədisdə Muhammed sallallahu aleyhi ve sellem deyir ki, فَلْيَقُلْ خَيْرًا اَوْ لِيَسْمُتْ. Alimlər deyirlər ki, orada yasmut kəlməsi sus deyir, lal oldu. Əgər o sus olsaydı, fəl-yaskut gələrdi, yəni sakit ol, danışma. Ya xeyir danış, ya da lal ol, danışma. Və Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, insan bəzən bilmədiyi elə bir kəlmə danışar ki, yəni onun əhəmiyyətinə varmaz danışdığı kəlmənin nə qədər şər olduğuna Allah Subhanahu taala 70 illik məsafədə onu cəhənnəmin dibinə yuvarlayar. Və həmçinin elə bir xeyir söz danışar ki, Allah Subhanahu taala onu cənnətdə uca mərtəbələrə qaldırar. Ona görə danışanda insan gərək danışığına fikir versin. Fikirləşsin, sonra danışsın. Nə qədər ki sözü danışmamısan, kəlməni nə qədər ki danışmamısan, qəlbindədir, o sənindir. Əgər danışdınsa artıq səndən çıxdı. Ona görə sələflər deyirdilər ki, fikirləşmədən heç vaxt danışmırıq. Elə bir kəlmə yoxdur ki, deyir, mən onu fikirləşim, sonra danışmayayım. Sonradan peşman olacağımız heç bir kəlməni danışmadıq. Ona görə onlar 40 il öncə elədiyi günahları xatırlayırdılar. Sələflərdən biri deyir ki, vallahi 40 il öncə elədiyim günaha görə Allah mənə cəzalandırdı, gecə namazına qalxa bilmədim. 40 il öncə elədiyi günah da nə idi? Cümə günü onun işçisi dükanı bağlamamışdı. Mal gəldi, dükanı bağlamadı, gecikdirdi. O ona biraz qışqırdı onun üstünə, qəzəbləndi ona ki, dükanı niyə bağlamamısan? Fikir ver, hələ nəsiyyət eləmişdi. Fikirləşir ki, mən ancaq gecə namazına qalxmamışam, o adama elədiyim kobudluğa görədir. Gör, sayla idi adamların günahı və onların yadındaydı bu günahlar. Allah qorusun, əgər bizdən soruşsuq, həmin günah ancaq xatırlayacaq, sənə nə qədər günah lazımdır. Ona qardaşlar, dil məsələsi, insan qeybət, Allah qorusun, nəmmamlıq. Fikir ver, Muhammed sallallahu aleyhi ve sellem qəbirstanlıqdan keçəndə sahabələrlə dedi ki, bu 2 qəbrin sahibi əzab olunur. Və orada Muhammed sallallahu aleyhi ve sellem dedi ki, bunlar elə də böyük şeylərə görə əzab olunmurlar. Biri ayaq yoluna gedəndə öz təmizliyini qorumurdu. O birisi amma nəmmamlıq eləyirdi. Onun sözün bundan ona çatdırırdı. Söz gəzdirirdi. Və alimlər deyirlər ki, orada Muhammed sallallahu aleyhi ve sellemin deməsi ki, elə də böyük şeylərə görə, yəni o adamlar bu şeyləri kiçik şey fikirləşmişdi. Yəni balaca şey görmüşdülər. Əhəmiyyət vermirdilər bu şeyə. Özdəki onlar ibadət əhli idi. Əgər ibadət əhli də qəbirdə əzab olunursa, bu şeylərə görə, diqqətsizliyə görə və söz gəzdirməyə görə Allah qorusun. Ona görə insan istiğfarı çoxaltmaq və dili xeyrə yönəldmək daim. Allah Subhanahu taala zikir, İbn Qayyim rahimehullah deyir ki, qiyamət günü kimin səhifəsindən, dəftərindən istiğfar çox çıxacaqsa,
o qurtulacaq, xilas olacaq. Və qiyamət günü insan ən peşman olduğu şeylərdən biri Allah Taala'nı az zikr eləməsidir. Yəni dilin xeyrə yönəldməməsidir. Qardaşım, bu bizə iş tələb eləmir bizdən, güc tələb eləmir bizdən. Muhammed sallallahu aleyhi ve sellem deyir, 2 kəlmə var ki, tərəzidə ağır, Rəhmanı razı salır, Rəhmanın qəzəbini söndürür. Subhanallahi və bihamdi, subhanallahil azim. Bugün neçə dəfə demişik biz bu kəlməni? Kim Muhammed sallallahu aleyhi ve sellemə bir dəfə salam göndərərsə, Allah Teala ona 10 dənə salam qaytarar. Neçə dəfə bugün salavat diləmişik? Bugün cənnətdə nə qədər ağac əkmişik? Subhanallahi və bihamdi kəlməsi hər dəfə sən deyəndə Allah Teala səhəsin bir dənə cənnətdə ağac əkir. Qardaşım, cənnətdə sənin üçün ağac əkilməsi bilirsən nə deməkdir? Biz bu hədisi oxuyub keçirik. Sənin cənnətdə olmağın deməkdir. Sən cəhənnəmdəsənsə, sənin cənnətdə ağacın nə gəzir? Sən subhanallahi və bihamdih deməklə cənnətdəki yeri zəmanət altına alırsan. Ona görə bu kəlmələrə diqqət eləmək, bu zikirlər heç biri boşdan deyil. Bizi üçün Allahdan rəhmətdir. Vəzkuruni əzkurukum. Ona görə sələflərdən biri deyirdi ki, mən nə zaman Allah Taala məni xatırlayır, mən bilirəm. Deyirlər ki, hardan bilirsən? Deyir ki, siz məyər Allah Taala'nın bu ayəsini oxumamısınız? Vəzkuruni əzkurukum. Siz məni xatırlayır, mən də sizi xatırlayım. Mən Allahı xatırlayıram və bilirəm ki, Allah da məni xatırlayır. Sən hər dəfə Allahı zikirləyəndə Allah Subhanahu taala da səni xatırlayır. Dili boş qoyma. Elhamdülillah, ən az, ən rahat və bizə ən çətin gələn, ağır gələn. Münafiqlərə Quran-Kərim ağır gələr. Şeytan elə cür vəsvəsə verir ki, insana, vallahi hərdən görsən ki, Quran-Kərim üzün açmağa insan, nə qədər qardaşlarımız var, hələ Quran oxuya bilmirlər. 20 ilin, 15 ilin ibadət əhli var. Hələ Quran-Kərim Allahın ona indirdiyi kitabdan xəbəri yoxdur. 28 dənə hərfi öyrənməyə adam əziyyət çəkir. Şeytan nə qədər ağır göstərib bu yolu ona. Dildir, bunlar hamısı ağızla olan ibadətlərdir. Amma Allah qorusun, səhərdən axşama kimi falan kəs belə getdi, falan kəs belə gəldi. Ancaq qeybət, nəmmamlıq, ara qarışdırmaq, fitnə, böhtan, bilmədiyi şeyi danışmaq, köhnədən olan bir dənə hadisəni danışmaq, hər dəfə bir cür danışır eyni hadisəni. Gəl bir dəfə artırırsan, bir dəfə əksildirsən və fikirləşmirsən, Allah Subhanahu taala hamısı yazır, cavab verəcəksən. Və ona görə tövsiyəmiz qardaşlarımıza, ən birinci özümüzə Allahdan qorxmaq, danışığı azaldmaq. Kimin danışığı çox olacaqsa, necə Ömər radiyallahu anh deyir, onun xatası da çox olacaq, əzabı da çox olacaq. Allah qorusun. Allah Subhanahu taala'dan istəyirəm, Allah Taala bizi eşitib faydalanlardan eləsin. Allah Taala daim bizi Quran və sünnət üzərində eləsin. Daim Allah Subhanahu taala bizi xeyir üzərində cəm eləsin. Allah Taala bizi irəlilədikdən sonra geriləməkdən qorusun. Allah Subhanahu taala bizə haqqı eşidib ona tabi olan qullarından eləsin. Estağfiru innehu l-gafurur rahim. Subhan